Əziz tərəzi bürcləri və xüsusən də yüksələn bürcü tərəzi olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir. Əziz tərəzi bürcləri, xüsusən də yüksələn bürcünüzə qulaq asmaq çox vacibdir, bunu unutmayın. Əziz tərəzilər, 2026-cı ildə 12-6 və 11-5 tutulmalarınız davam edir. 12-6 tutulmalarınız bir dönəmdəki olurdu. Bu 2025-dən başlamışdı. 2026-cı ildə də davam edəcək. Bu daha çox psixoloji olaraq dəyişimlər, biraz psixoloji olaraq sarsılmalar, yıxımlarla əlaqədar idi. Bilmirəm 2026-cı iliniz necə, 2025-ci iliniz necə keçib, amma ola bilər ki, biraz yorulmusunuz ya da psixoloji olaraq sizi yoran, dəyişdirən ya da transformasiya yaşadan mövzular olub. Ruhani mövzularla bağlı şəfalama gətirirdi və bu 2026-cı ildə də davam edəcək. Artıq daha düşünürəm ki, şəfalanmısınız ya da bir dəyişimdən keçmisiniz və 2026-cı ildə daha güclü, daha mənəvi və belə deyək də, öz ruh sağlığına sahib çıxan, daha güclü bir pozisiyada olmağınız gözlənilir. Bununla yanaşı iş həyatınızla da bağlı dəyişimlər yaşaya bilərsiniz. 2026-cı ildə iş, sağlamlıq, diyet, günlük rutinlər kimi mövzular gündəmə gələ bilər. Diyetinizlə, qidalanmağınızla, ev heyvanları ya da iş həyatınızla bağlı dəyişimlər ola bilər. Bununla yanaşı 11-5 tutulmalarınız 2026-da başlayır. Bu ümidləriniz, arzularınız, xəyallarınıza gedən yolda qapıların açılmağı, bir çox istədiyiniz xəyalını qurduğunuz şeyləri bəlkə də əldə eləmə və bəlkə də böyük qapıların sizə açılmağa mənasına gəlir. Bundan əlavə sevgi, eşq mövzularında olduqca şanslı olacaqsınız. Uşaq istəyənlər üçün bəlkə də uşaq mövzuları gündəmə gələcək, yeni hobilər və maraqlı, əyləncəli aktivitelərlə məşğul ola bilərsiniz. Bununla yanaşı da 11-ci ev tutulması dostluqlarınızla bağlı dəyişim və transformasiya gətirir. Hansı dostunuz sizin üçün xeyirlidir, hansı xeyirli deyil və ya kimi həyatınızdan çıxartmalısınız, kimi həyatınızda qalmalıdır. Bunu daha dərindən və yaxşı bir şəkildə anlayıb dəyişim yaşaya bilərsiniz, transformasiya yaşaya bilərsiniz. Yəni daha çox xəyallarınız, arzularınız, ümidləriniz və sevgi, eşq, uşaqlar, hobilər kimi mövzularda 2026-da dəyişimlər yaşayacaqsınız, gündəmə gələcək. Bundan əlavə olaraq iş həyatı və şuuraltı, spiritualizm, ruhsallıq bu şeylərdə dediyim kimi şəfalamaya davam edir, dəyişimə davam edir. Xüsusən də sizi incidən narahat edən insanların öz karmalarını yaşadığında bəlkə də görə bilərsiniz. Bundan əlavə Yupiter sizin 10-cu evinizdən 11-ci evinizə doğru keçid edəcək. Yəni bir dönəmdəki Yupiter sizin 10-cu evinizdə idi və 11-ci evə keçdiyi üçün ilin ilk 6 ayı, yəni 2026-cı ilin ilk 6 ayında karyera, iş həyatından yana olduqca şanslısınız. Böyük fürsətlər, gözəlliklər, xoşbəxtliklər gəlib sizə tapa bilər. Karyerada gözəl və şanslı bir dönəmdə olacaqsınız. Ondan sonrası Yupiter 11-ci evinizə keçəcək. Dostluqlar, sosial çevrəniz, ümidləriniz, arzularınızla bağlı gözəl şanslı enerjilər olacaq. Həyatınıza gözəl, xeyirli dostluqlar bəlkə də gələcək və ya xəyallarınız yolunda böyük qapılar açılacaq. Saturn 6-cı evinizdən çıxacaq və 7-ci evinizə keçəcək. Əgər sağlamlıqdan ya da iş həyatından bağlı mübarizələriniz var idisə, bəlkə də burada bir yumşalma olar. Lakin münasibətlər evinizə keçəcək. Bu da münasibətlərlə bağlı, ciddi münasibət, evlilik və ya ortaq işlərlə bağlı müəyyən mübarizələr, zorluqlar, çətinliklər ya da böyümə, belə deyək, köklənmə kimi mövzuları gündəmə gətirə bilər. Bu mövzularda böyüyə bilərsiniz, bəlkə bəzi imtahanlardan bir yerdə. Demək tərəzi bürcləri, yanvar ayına baxdığımız zaman, xüsusən də yüksələn bürc tərəzi olanlar, belə ki, sizin əsaslı olaraq gündəminiz ailə, ev, yuva, sevgi, eşq olacaq. Yanvar ayında sevgi, eşqə daha çox yönələ bilərsiniz. Biraz daha karyeracı, həm karyeracı tərəfləriniz də ön plana çıxacaq, amma sevgi, eşqi öncəliyiniz eləyə bilər. Yəni həyatınızda bir çox şey sevgi, eşq mövzularına doğru fırlanır. Neptun da 7-ci evinizə keçir. Yəni ciddi münasibətlərlə bağlı ruhsallıq, dərinlik ya da xeyirli olmayan münasibətlərdə xəyal qırıqlıqları da gətirə bilər. Amma bu yanvara aid bir şey deyil. Fevral ayına baxdığımız zamansa fevral ayında 5-ci, 6-cı evləriniz ön plandadır. Fevralın 10-una qədər yenə sevgiyə, eşqə daha çox yönələ bilərsiniz. Fevral ayında dostluqlarınız gündəmə gələcək. Xeyirsiz bir dostunuz varsa həyatınızdan çıxa bilər ya da girə bilər. Yeni dostluqlar həyatınıza və ondan sonra iş həyatına çox yönəlirsiniz. Fevral ayında belə ciddi bir şəkildə iş həyatına yönəldiyinizi deməyim mümkündür. Fevralda bol-bol işə yönələrkən mart ayında artıq əsaslı fokusunuz yenə həm iş olacaq, amma bununla yanaşı ciddi münasibətlərdə həyatınızda gündəmə gələcək sevgi, eşq, ciddi münasibət və ya ortaqlıq işlər mart ayının əsaslı gündəmləridir. Amma paralel olaraq da iş həyatı da gündəmdədir. Aprel ayında enerjiniz yüksələcək, özünüzü daha yaxşı hiss edəcəksiniz. Martın sonu, aprelin əvvəlləri kimi xarici görünüşünüzlə bağlı bir dəyişiklik də eləyə bilərsiniz. Yeni bir, belə deyək, image və s. Aprel ayındasa, aprelin 9-undan sonra biraz münasibətlərə yenə yönəlirsiniz, amma mübarizələr, zorluqlar və çətinliklər ola bilər bir dönəm. Xüsusən də, belə deyək, mayın 18-nə qədər, aprelin
9-undan mayın 18-nə qədər münasibətlərlə bağlı biraz çətindir. Aprel ayının 24-ündən sonra Venera 9-cu evinizə keçir. Karyera yox, xaricə getmək, din, təhsil, səyahət, fəlsəfə kimi mövzularda şanslı enerjilər var. May ayından ən böyük öncəliyiniz karyera olacaq. Mayın 9-dan sonra karyerada çox potensiallısınız, uğurlar, nailiyyətlər qazana bilər, yüksələ bilərsiniz. Üstəgəl may ayının əvvəlində pul, maddi mövzularda bol-bol gündəmə gələcək. Borc, kredit kimi mövzularda gündəmə gələ bilər. May ayının 18-dən sonra borc, kredit, cinsəllik, seksuallıq kimi ya da travmalar kimi mövzular biraz daha zorlayıcı və çətin ola bilər. Ehtiyatlı olmaq lazımdır. Xüsusən mayın 18-dən iyunun 28-nə qədər bu mövzularda ekstra ehtiyatlı olun. Amma dediyim ki, mayın 19-undan sonra karyera həyatında uğurlar, nailiyyətlər çox yaxşı ola bilər. Müjdələr, gözəl şeylər ola bilər. Əsasən də iyun ayına qədər, iyun ayı da daxil müəyyən qədər. İyun ayında da bol-bol karyeranıza yönəlirsiniz. İyunun 30-u artıq sizin, belə deyək də, Yupiter 11-ci evinizə keçir və çox böyük şans qapıları bəlkə də sizin üçün açılacaq. Çox daha böyük uğurlar, nailiyyətlər və gözəlliklər artıq 2026-nın ikinci yarısına etibarən özünü göstərəcək. İyul ayına baxdığımız zaman isə biraz daha spiritual, ruhani şeylərə yönələ bilər. Zaman-zaman biraz depressiv hiss edə bilərsiniz. Avqust aylarında isə avqustun 6-sından sonra özünüzə daha çox qulluq edəcəksiniz, özünüzə daha çox pul baxacaqsınız. Sevgi, eşq, pul, qəşəng görsənmə, maddi enerjilər sizin üçün daha yüksək olacaq və aprel ayının 12-sində tutulma baş verəcək və bu da sizə çox güclü təsir edir. Əsasən də dostluqlarınızla əlaqədar. Sentyabr ayı biraz inişli çıxışlı bir ay ola bilər, amma sentyabr ayı maddi olaraq sizin üçün olduqca bərəkətli olacaq. Sentyabrın xüsusən 10-undan sonra daha çox bolluq, bərəkət, rifah, maddi gözəlliklər gəlib sizə tapa bilər. Amma ruhsallığa da bol-bol yönələcəksiniz. Sentyabrın 23-dən sonra daha çox işıldaya, parıldaya bilərsiniz və ciddi münasibətlərdə gündəmə gələcək. Oktyabr ayına baxandasa, oktyabr ayında artıq pulla bağlı oktyabrın 3-dən sonra bir damcı mübarizələr, çətinliklər və zorluqlar ola bilər. Ehtiyatlı olmaqda fayda var. Amma yenə də pul, borc, kredit kimi mövzular gündəmə gəlir. Bəlkə də hansısa bir borcunuz kreditinizlə bağlana bilər. Ya da tam tərsi də ola bilər, amma çalışın ki, bağlayın. Noyabr ayında bolluq, bərəkət enerjiləri artıq daha yaxşı olacaq. Noyabrın 14-dən sonra yenə sizin üçün çox gözəl, şanslı bir dönəm başlayır. Özünüzə daha çox baxacağınız, qulluq eləyəcəyiniz, seviləcəyiniz, əl üstünə tutulacağınız bir dönəmdir. Noyabrın 25-dən sonra gizli düşmənliklər ya da problemli fiqurlar biraz daha gündəmə gələ bilər. Dekabr ayı çox bərəkətlidir. Bolluğunuz, bərəkətiniz yerindədir. Rifah üçün hiss edə bilərsiniz. Xoşbəxtlik, maddi zənginlik ya da gözəl enerjilər daha çox sizdə olacaq. Buna əlavə bəzi xüsusi tarixlər demək istəyirəm sizə 2026-cı ildə ki, bunları da bəlkə lazım olar. Belə ki, yanvar ayının 6-sı sizin üçün möhtəşəmdir. Sevgi, eşq enerjiləri yüksəkdir. Yanvar ayının 8-i biraz mübarizəli, çətin ola bilər, amma sevgi enerjisi yüksəkdir. Yanvarın 20-si və ona yaxın günlərdə biraz ehtiyatlı olun. Sizin üçün sərt enerjilərdir. Yanvarın axırlarına doğru da ehtiyatlı olun. Fevralın əvvəllərinə qədər risklərə girməyin. Fevral ayında tutulmalardır. Fevralın 18-i həyatınız üçün çox vacib bir gündür. Fevralın 18-i kimlə, nə ilə rastlaşdınız, nə oldusa talehinizin bir parçasıdır, unutmayın və çox önəmlidir. İndi hamını bilmirəm, amma bir çox şey. Mart ayında bəlkə də xəyallarınızdakı bir şeyləri tapa bilərsiniz. Mart ayına baxdığım zamansa, Mart ayının 7-si ruhani, spiritual enerjiniz çox güclüdür, rituallarınız çox güclü işləyə bilər, mənəvi enerjiniz ekstra yüksək olacaq. Martın 22-si də, o 7-si də xüsusən tərəzilər üçün, manifest etmək üçün çox gözəldir. Aprel ayına baxandasa, Aprel ayının 25-i ərəfələri, o ərəfələrdə biraz ehtiyatlı olun, travmalara meyillidir. Aprel ayının 17-si civarları sevgi, eşqlə bağlı çox xüsusi enerjilər var. Bu dönəmlərdə bəlkə də başlayan münasibətlər çox daha gözəl ya da maraqlı ola bilər. May ayına baxandasa, may ayının 14-ü dilək diləmək üçün əladır və bundan əlavə olaraq mayın bərəkəti də müəyyən qədər var. İyun ayına baxanda, iyun ayının 9-u sizin üçün ən şanslı gündür. İyunun 9-u başladığınız işlər, addımlar, hərəkətlər çox da uğurlu, gözəl, şanslı ola bilər. Olduqca bərəkətli bir gün olacaq. 26-sı kişilərdən yana biraz problemlidir, xəyal qırıqlığına meyilli bir gündür. Avqust ayına baxanda 27-si gözəldir, şanslıdır. 28-i sizin etdiyiniz rituallar, manifestlər çox-çox daha güclü işləyəcək. Oktyabrın 24-ü güclüdür, ön plana çıxa bilər, parıldaya bilərsiniz. Dəstəkləyici bir gündür və noyabrın 4-ü rituallar üçün yaxşıdır, manifestlər üçün yaxşıdır. Dekabr ayının 11-i manifestlər üçün yaxşıdır. Dekabrın 24-ü isə daha çox, belə deyək də, karyera, iş, güc mövzuları ilə bağlı potensial enerjilər var. Dekabrın 24-də etdiyiniz karyera ilə bağlı rituallar bəlkə də daha da yaxşı işləyə bilər. Yəni ki, uzun sözün qısası sizin üçün çox maraqlı bir aydır. Pozitivi ilə, negativi ilə bir çox hadisə var. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın tərəzilər. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və dostlarınızdan bölüşməyi də unutmayın. Sağ olun, salamat qalın.